Burada mən danışıram, məni bu dildə başa düşən burada insanlar var. Mən sizə bir söz deyim, mən öz həyatımı tam sıfıra qədər sorğulamışam. Və mən, bax, düşün ki, mən bu gün yox, 6-cı əsrdən qabaq doğulmuş olsaydım, siz burada girib mənə bu sözləri yazmayacaqdınız. Biz küçədə bir-birimizi görəndə Allah saxlasın deməyəcəkdik, başqa söz deyirdik. Bəli, həqiqət budur. Və mən öz soyumu, kökümü ta qədimlərə kimi araşdıranda görürəm ki, mənim orada, mənim bu dildə başa düşən bir qəbiləm var, xalqım var və bu mənim üçün mənə yüklənən digər informasiyalardan daha yaxındır, daha artıqdır. Yaxşı, İslama nəzər salaq, İslam dini, o müqəddəs kitab və Peyğəmbərin də həyatına baxanda, o bizə insanlığa nə demək istəyirdi? Mənəvi məsələdə mən onu artıq çox gözəl başa düşürəm və nə demək istədiyini yaxşı başa düşürəm və onun dediyi, o bizə demək istədiyini də onun içində gəlib ərəblərin mənim babalarımı öldürəcək, qanlı tökəcək adında bir həqiqət yox idi. Elədilər və deməli burada nəsə düz getmədi. Allah və mən münasibətində artıq mənəvi məsələdir. Yəni mən Allah, amma dövlət mən deyə bir şey yoxdur. Elədiyim səhv, pozulub qayda, qanun tək mənə yox. Bu qəbiləyə ziyandır. Bu ətrafa ziyandır. Yenə deyirəm, ona görə olmaz. Əlbəttə ki, qəbilənin, dövlətin qanunlarından qorxmalıyam. Və yaxud mən başa düşürəm ki, mən bax, bacı və qardaş dediyim, əlhəmdülillah deməmişdən qabaq, sizinlə biz bu dildə danışmışıq. Biz danışmamışıq, amma bizim babalarımız, onda olan leksikonda əlhəmdülillah, subhanallah yox idi. Amma bir dildə danışırdılar. Ona görə mənim qəbiləmin, mənim xalqımın, millətimin dəyərləri mənim üçün daha öndədir. Çünki qabaqdadır. Çünki 6-cı əsrdən dayızma qurmuşlar. Bu siz mənə o qədər doğmasınız. İndi dildir də deyib keçməyin. Məsələn, sonunda bir həqiqətdir. Bu dünyada elmin bugün gəldiyi ən son qənaətdir. Dil var ha, bax sənin həqiqət zənn elədiyin, bu dünyada bildiyin hər şey dil və məntiq üzərindən beynimiz qəbul edir. Yəni bütün bizim həqiqət dediyimiz şey informasiya şəklində dil və söz üzərindən, dil və məntiq üzərindən bizim baxın beynimizin bir hissəsi məhz bunun üzərində işləyir. Yəni bu dünyada sən heç nəyi görməyəndə onun informasiyası yazılır. Məsələn, sən balaca uşaq idin, deyirlər ki, layla falan ağaclar yaşıldır və sən yaşıl anladın. Bugün sənin, deyək ki, bir şey çıxıb, bir telefon çıxıb, məsələn də deyirlər ki, Tesla. Görməmsən ki, yox, informasiyası yazılıb, hələ yoxdur. Sən onu görəcəksən, ondan sonra hər şey söz və məntiq üzərindən bizə yüklənən bir informasiyadır və sən həqiqət dediyimiz şeyi biz bilmək üçün biz söz və məntiqin arxasına keçməliyik. Oysa hələ bugünə qədər keçən bir şey yoxdur. Dili və məntiqi yaradansa beyindir. Bu pilləni hələ keçən olmuyor. Yəni dil, söz mənim üçün əsrlərdən süzüb gələn söz, bu qəbilənin, bu xalqın, bu millətin danışdığı dil mənim ən müqəddəs bağımdır. Bizi bir-birimizə bağlayan. Çünki bu bizə sübut edir ki, biz bir kökdən gəldik. Və sonunda deyəcəyim söz, mən Allahın qanunlarını pozmaqla özümə cəza qazanmış oluram, amma dövlətimin qanunlarını pozmuş olduğum halda həm özümə, həm də bir başqasına xətər yetirmiş, cəza vermiş oluram. Ona görə də mən dövlətimin qanunlarına daha sadiq olmağa çalışıram və bir də mən sorğulayıram, araşdırıram və görürəm ki, mənim Allahın qanunları bugünkü şəkildə mənə tətbiq olunmamışdan qabaq, 6-cı əsrdən də qabaq yenə mənim qəbiləmin qanunları var idi və o qanunların çərçivəsində yaşayırdım. Yəni, daha öndə olana mən diqqətli olmağa çalışıram. Sabah nə olacağını bilmirəm, mən yaxın yox, ən yaxın tarix yox, daha sıfıra gedib özümü oradan, belə deyək, yenidən formalaşdırıb, qayıdıb gəlmiş adamam, hər birini sorğulayıram mənim haqqımı, çünki bəyətdə mən yaşayıram. Bəli, mən bugün dövlətimin qanunları çərçivəsində yaşayıram. Çünki mən insanam, tək özümü düşünmürəm, insan sosial varlıqdır. Özümlə bərabər hamı düşünürəm. O bir dünyada cəhənnəmdə yanacam, cavabını mən verəcəm
əsas budur ki, diqqətli olun ki, başqalarına xəta yetirməyin. Ona görə də bəli, ən çox qorxduğum dövlətimin qanunlarıdır.